Zirvəmizin konsept mesajını bahalı səhvlər olaraq müəyyən etdik. Nə üçün bu frazanı istifadə etmək qərarına gəldik? Çünki vergi və mühasibatçılıqda ümumiyyətlə ucuz səhv olmur. Bir rəqəmin yerini dəyişmək bəzən çox ciddi fəsadlara səbəb olur. Aşağı-yuxarı mühasiblərlə elektriklərin işi bir-birinə uyğundur. Birində tokla münasibət zamanı edilmiş səhv, digərində rəqəmlərlə münasibətdə edilmiş səhvə uyğundur. Birinci halda bu səhv edən özünü risk atır, ikinci halda isə həm də özünü risk atır. Ona görə düşünürəm ki, mühasiblərin edəcəyi səhvlər daha təhlükəlidir. Mühasiblər çox yaxşı bilir, dəqiqləşmiş hesabatı azalma ilə təqdim etmək nə deməkdir?